Sümük əriməsinə biz deyirik osteoporoz. Osteoporoz xəstəliyi əmələ gəlir düzgün qidalanmamaqdan sonra. Bax, indi əsasən yeniyetmələrdə, uşaqlarda bir dəb əmələ gəlib. Mən yemək yemirəm, pendir yemirəm, süd yemirəm, ət yemirəm. Bax, bu insanlarda mütləqdir ki, osteoporoz inkişaf eləyəcək. Çünki uşaqdır, böyümə davam eləyir, böyümə prosesi gedir. Bu insanın daha çox zülala ehtiyacı var, daha çox yağa ehtiyacı var, antioksidantlıq qidalanmaya ehtiyacı var, amma bundan heç birini istifadə eləmir. Bax, bu varsa mütləqdir ki, bu insanda bu əmələ gələcək. Sonra D vitamininin defisiti. D vitamini bədəndə çatışmayanda insan yediyi bütün qida vasitələrindəki kalsium sorulmur. Biz nə qədər kalsium içsək də, dərman içsək də, nə qədər yesək də artıq xeyri yoxdur. Çünki bizim bədənimizdə autoproses baş verib, biz D vitaminini içməliyik. D vitaminin mütləq normal balansında qalmalıdır. D vitamini də qaydasına salandan sonra və yaxud da günəş zaqar eləyə bilərsiniz, Laboil D vitamindən istifadə edə bilərsiniz. Bu da qaydasına düşəndən sonra artıq yavaş-yavaş nə olacaq? Bu əlamətlər yavaş-yavaş aradan qalxmağa başlayacaq. Ümumiyyətlə, kalsiumu defisitini aradan qaldırmağın ən ideal müalicə üsullarından biri kənd yumurtası qabığının tozudur. 150 qram kənd yumurtasının qabığının tozunu əldə edirsiniz. Bundan hər gün bir dolu çay qaşığı ağza atıb üstdən bir stəkan su içirsiniz. Vəssalam, bu qədər sadə və effektiv.